Lord, we pray for this Dua edeyim. fellowship this morning Rəbb, biz for our bugün sisters and brothers ünsiyyətimiz üçün dua edirik. Bacı qardaşlar olaraq yığışmışıq. in Nepal, in Bacı qardaşlar Nepaldan, Uzbekistan, and Özbekistandan, Azerbaijan, Azərbaycandan, Kazakhstan. Qazaxstandan. Yes, Lord. Bəli, ya Rəbb. Yes, in Jesus' name. Bəli, İsa'nın adıyla biz dua edirik. Amen. Amin. So today I would like to just do a short review of the book of Revelation. Bugün mən Vəhy kitabının qısaca icmalını keçirmək istəyərdim sizinlə birlikdə. First of all, it's a book in the Bible that has a promise, and that is if you read it, you will be blessed. Bibliyada olan elə bir kitabdır ki, onun vədləri var. Əgər bu kitabı oxusanız, bəxtəvər olacaqsınız, xeyirdə olacaqsınız vədi verilir. İkincisi, the consummation of history bu as we know it, kitabda where it's going, and then the coming of Christ. Tarixin gedişatı və onun ümumi olaraq icmalını verir ki, biz hansı istiqamətə gedirik gələcək zamanlarda və sonra da Məsihlə görüş. About the coming kingdom. Və əslində peyğəmbərlərin birinin kitabından oxumaq istəyərdim ki, gələcək padşahlıq haqqında nə deyirlər. Və burada Yeşaya peyğəmbərin kitabı 65-ci fəslə müraciət etmək istəyərdim. Orada deyilir ki, yeni göylər, yəni yeni səmalar və yeni yer kürəsi olacaq. Və biz oxuyuruq ki, İsa Məsihin yer üzünə ikinci gəlişi at üzərində süvari olaraq gözlənilir. Və biz də Məsihlə birlikdə gələcəyik yer üzünə. You know, many people aren't interested in this subject because they don't have any imagination. Və bilirsiniz, bir çox insanların bu mövzuda maraqları yoxdur. Çünki onların təsəvvürü yetmir bunu görsün. Amma bu həyatda biz ədalətsizlik görəndə, ölü və ağrılar görəndə, nalələr görəndə biz fəryad edirik, daha yaxşı bir məkanı, şəraiti Allahdan istəyirik. Və Vəhy kitabı da deyir ki, daha yaxşı olacaq. There will be the government of Christ. Yəni, Məsihin hökmranlığı vaxtı gələcək. When we see him on the earth, we see his government in him, Məsihi in his mind, in his heart, in his spirit. Onun hökmranlığını görəcəyik. Ruhda, onun fiziki bədənində, yer üzündə olarkən, eləcə də bizim ürəyimizdə, bizim qəlbimizdə, bizim ruhumuzda İsa Məsihin hökmranlığını yaşayacağıq. In the book of Revelation we see Vəhy kitabında amazing opposition to Christ. Məsihə qarşı çıxan heyrətamiz müxalif qüvvələr görürük. Yəni Məsihin ruhuna qarşı çıxan müxalif ruhani qüvvələrin baş qaldırdığını görürük. Və bugünkü dünyamızda, günlərimizdə də biz bu müxalifi görürük. Amma daha irəlidə, gələcək zamanlarda, kədər dövründə bu müxalif qüvvələrin təcavüzü daha da güclənəcək. Və bu barədə biz Vəhy kitabında oxuyuruq. Deməli, the seven churches represent indiki zamana the church aid parçanı oxumuşduq Vəhy kitabından. Burada 7 kilsəyə müraciət edilmiş İsmaricilər kontekstində
indiki zamana göstərilir. That's what we are living in now. We're Və living bizim in the church age. yaşadığımız indiki zamanəyə deyirik, bu kilsə əsridir. And there are 7 churches in 7 cities. Və burada 7 kilsə deyiləndə 7 fərqli There's a şəhərdə message in each one of those yerləşmiş churches. 7 kilsə idi və hər birinə ayrıca olaraq müraciət var. Then that period ends. It Sonra looks like o the dövr rapture of the church takes bitir. place. Belə görünür ki, Vəhiy kitabında bu kilsənin yüksəlməsi, göyə qaldırılması hadisəsi We are baş in verir. heaven in chapter 4. Və Vəhiy kitabı 4-cü fəsildə baxıb görürük ki, biz göylərdəyik. We see God in Orada heaven. göylər We təsvir see olunub. Christ Tanrını in heaven və in Məsihi chapters 4 and 5. Very səmalarda good görürük. chapters 4-cü və about the 5-ci throne room fəsillər. of God, about the Və presence çox of God, gözəl the bir angels mənzərə of God, the təsvir olunub elders, ki, the Allahın Lamb of God taxt that otağı takes the təsvir scroll. olunub, onun əyləşməsi, ətrafı, mələklər ki, onun taxta ətrafında yığışdığını, 24 ağsaqqalın taxt ətrafında yer aldığını oxuyuruq. And the Beləcə Lamb də takes the Tumar, scroll and starts to open the 7 7 möhrü olan seals. tumarın quzu tərəfindən açıldığını oxuyuruq. Hər möhrü And that's bir-bir in chapter açaraq 6. 6-cı fəsildə artıq bu And we möhürlərin have the 4 açılması ilə horses. müşahidə olunan mənzərələr qarşımıza çıxır. The white Daha sonra horse, dördlü, white horse of false peace. sonra orada deməli 4 at There's mənzərəsi verilir. a red horse, a war, Ağ atı and ki, death, sülhü göstərir, sonra qırmızı at, al at bu a black müharibə horse. və ölümü təmsil edir. Qara Then we have like at a green horse. və sonra or- da yes. yaşıla çalan bir rəngdə We have olan the bir 4 at. horses, 4 and at then təsviri Then we verilir. go to chapter Və hər 7 and we birinin see that God təqdimatı in var. heaven is sealing people on the earth so they won't die. Sonra biz növbəti fəslə keçirik və növbəti fəsildə görürük ki, səmalarda Tanrı yer üzündəki insanları möhürləyir ki, also they onlar have a həlak calling. They have a- olmasınlar. They're sealed. There's Eləcə də 144,000 sealed. 144.000 adamın Tanrı tərəfindən qorunub saxlanılması üçün möhürlənmiş adamlar var ki, onlara bir çağırış So da we verilir. have Onların a çağrışı new var. period of Yəni, time. burada It's called artıq the tribulation time. Kədər It's dövrü a adlanan serious time of yeni devastation, tarixi bir epidemics, dövr of olacaq. war and Epidemiyalar, famine. müharibələr, qıtlıq, Very difficult aclığın time, and we see that in tövyan chapter etdiyi 6. bir dövrü bu Vəhiy kitabı 6-cı fəsildə haqqında oxuyuruq. Deməli, But there's a verse that eləcə də says that bir bənd orada var. God hears the Orada cry deyilir ki, of the prisoner. Tanrı məhbusların, məzlumların fəryadını eşidir. Then also he is Eləcə də compassionate. Tanrı şəfqətlidir. That he cares about Yəni, people. Tanrı And these are people insanların in a lot qayğısına of trouble. qalandır. Və bu insanlar da başları çoxlu bəlaya düşmüş So insanlardır bu in kədər heaven, dövründə. in chapter 7, Belə he ki, seals 7-ci fəsildə certain ones to be səmalarda saved. olan Tanrı xilas olmalı olacaq müəyyən insanları And then we have möhürləyir. a vision that John has in heaven Və is that Yəhya and when the səmalardakı opening of the görüntünü 7th görür seal və happens, orada there is silence in heaven. 7-ci möhür tumardan açılanda görürük ki, birdən hər tərəfə sükut çökür. Səssiz bir durum. So it may be that all Ola the bilər harps and ki, voices of the bütün angels and the loud deməli, borular voices, the və prayers, and səslər, everything dualar, happening, and the silence nalələr, comes because bunlar hamısı çökür there's a səsdə. preparation for Sükut the gəlir, judgment and çünki also for the coming of deməli, Christ. mühakimənin baş verməsindən əvvəlki bir məqamın əlaməti olaraq sükut baş verir ki, indi məhkəmə olacaq.
və sonra Məsihin gəlişinə hazırlıq zamanı başlayır. Ola bilər ki, səmalarda onlar anlayır ki, yer üzündə nələr baş verir və arzulayırlar səmalardakı ki, təki Məsih tezliklə yer üzünə gəlsin. Yəni, zamanın dolğunluğu yaxınlaşmaqdadır. Yadınızdadır, Məsih yer üzünə gələndə Betlehem şəhərində doğulanda və biz miladı bayram edirik və biz Məsihin yer üzünə gəlişi faktını əslində bayram edirik. Amma eləcə də göylərdə, səmalarda belə bir gözlənti var ki, Məsih nə vaxt ikinci dəfə yer üzünə gələcək və onun ikinci gəlişi vaxtını və saatını, gününü heç kim bilmir. Amma anlayış var ki, xilasın planı get-gedə açıqlamaqdadır və yer üzündə də vəziyyət çox gərginləşir. Yəni, bəlalar və kədər dövrü timsalında və tezliklə artıq kulminasiya baş verəcək, Məsih gələcək. Bir qədər irəli getdikcə 8-ci və 9-cu fəsillərə yəni, baxaq, 10-cu və 11-ci fəsillər. Bunları keçək. Amma növbəti fəsildə, 12-ci fəsildə biz görürük ki, bir körpə doğulub. Əvvəlki 4 fəsilə baxacaq, 8, 9, 10, 11-ə. Oxuya bilərsiniz. Mənimlə birlikdə baxaq. Vəhiy kitabı 12-ci fəsil və bu fəslin ilk bir neçə bəndini. Mən sizə indi dəqiq bəndləri deyim, siz də onu oxuyun. Vəhiy kitabı 12-ci fəsil, 1-ci bənddən başlayaraq 3-cü bəndə kimi parçanı birlikdə lütfən oxuyaq. Deməli, göydə böyük bir əlamət zahir oldu. Günəşi əyninə geyinmiş, ayaqları altında ay və başında 12 ulduzlu tac olan bir qadın göründü. O hamilə idi və doğmaq üzrə idi. Ağrı və istirab çəkərək qışqırırdı. Göydə başqa bir əlamət zahir oldu. 7 başlı, 10 buynuzlu, başlarının üstündə də 7 kiçik tac olan böyük və od rəngində əjdaha göründü. Və 4 və 5-ci bəndləri oxuyaq. Onun quyruğu göy ulduzlarının 1/3-ünü süpürüb yer üzünə atdı. Əjdaha doğmağa hazırlaşan qadının önündə dayandı ki, qadın doğan kimi onun uşağını utsun. Qadın bir oğlan uşağı doğdu ki, dəmir əsa ilə bütün millətlərə ağalıq edəcək. Bu uşaq Allahın və onun taxtının yanına qapılıb götürüldü. Deməli, bu qadın ki, burada təsvir olunub, İsraildir, İsrail xalqıdır. Bu fəsildə onun deməli, təsviri verilir, inanın ki, belədir və onun doğacağı oğlan uşağı İsa Məsihdir ki, dəmir əsa ilə bütün millətlərə ağalıq edəcək və bu uşaq Allahın və onun taxtının yanına qapılıb götürüldü və qadın sonra çölə qaçdı. Deməli, burada biz Məsihin mənzərəsini görürük. Məsihin doğuluşu və bu qadın çölə qaçmalı idi. Sonra görürük ki, əjdaha qadın qarşısında durur, gözləyir ki, doğulacaq oğlan uşağını utsun, deməli, öldürsün. 4-cü bəndin sonunda bunu oxuyuruq. Və yadınızdadır, Məsihin yer üzündəki həyatında Herod padşah çalışdı ki, yeni doğulmuş padşahı öldürsün, uşağı öldürsün. Və yadınızdadırsa, orada demonik fəaliyyət baş verirdi.
yeni doğmuş Məsihə qarşı ultimately he was və crucified. öz yer üzündəki həyatının əslində sonunda da nəhayət onu çarmıxa So we have çəkdilər. real spiritual Yəni burada weapons against Məsihə Christ. qarşı real olaraq ruhani silah hazırlanmışdır ki, ona qarşı çıxsın. Yeah, that's my Bu I want you to think about that. elə bir sahədir ki, istərdim siz birlikdə düşünəsiz mənimlə That bunu. in chapters Ki 8 8-ci there's silence in fəsildə heaven. görük səmalarda sükut çöküb, hazırlıq gedir. There is the evil happening in the Ondan world, sonra chapters 9, 10, and 9, 11. 10 və 11-ci fəsillərdə görürük necə yer üzündə şər əməllər və böyük But faciələr baş Christ verir. will be coming Amma back in Məsih chapter 19. qayıdacaq 19-cu fəsildə. Məsih qayıdacaq yer üzünə. Yeah, but before he Amma onun yer comes, üzünə there will be gəlişindən the əvvəl attack against Israel, İsrailə against the qarşı woman by the devil. iblis hücum edəcək və burada qadına qarşı yazılıb, İsrailə qarşı, yəni So we hücum have olacaq. the Belə ki, attack of the devil against the iblisin woman qadına qarşı because the həmləsi devil var. cannot get the Çünki child. The child goes up iblis and he sits at the right hand of qadının God. doğduğu oğlan uşağını uda bilmir. Çünki uşaq göyə qaldırıldı, Allahın taxtına qaldırıldı. Ona görə iblis çox We qəzəblidir. could say that if Christ Və did deyə not bilərik go up, ki, əgər the Məsih devil göylərə would be hunting qalxmasaydı, him. onda şeytan, iblis uşağı ovlayacaqdı. And of course he Və can hunt təbii ki, us. şeytan bizi də ovlaya bilər. But we will Amma also be going up in the biz də rapture. kilsə göyə qaldırılarkən, kilsənin bir hissəsi olaraq göyə qaldırılacaq. But Israel will be down here on İsrail the earth. isə o vaxt hələ də yer üzündə qalacaq. And the dragon will be Və hunting Israel. əjdaha peyda olacaq və o da But qadına, God has İsrailə sealed qarşı ov 144,000 edəcək. Jews Amma Allah who will Taala be da protected and evangelized. 144 min Yahudini yer üzündə möhürləyib, qoruyub saxlayacaq və onlar da yer üzündə müjdəni yayacaqlar. And so what does that mean Və to bunun us? mənası bizə nədir? Just that we should Yəni understand başa in our düşməliyik ki, lifetime bizim yer the üzündəki work of the həyatımız devil. dövründə iblis iş başındadır və biz bu işi And also anlamalıyıq. the work of God. Amma eləcə də Tanrı iş başındadır. And also understand that in Eləcə də heaven they anlamamız are lazımdır ki, anticipating the coming səmalarda of Christ. orada da olanlar Məsihin yer üzünə gəlişini onlar da gözləyirlər To put the work of the devil under our ki, feet. iblisin işi ayaqlarımızın altına yerləşdirilsin. To defeat the devil Ki, and to put him iblisi under məğlub the etsin feet of men və who believe in Christ. İsa Məsihə iman edən insanların ayaqlarının altına iblisin başını yerləşdirə bilək. Yeah, it's a verse in Romans Bu 16 Romalara where it 16-cı says fəsildə yazılıb God will ki, put Tanrı our enemies bizim under our feet düşmənlərimizi shortly. çox tez bir zamanda ayaqlarımızın altına döşəyəcək. Yeah, let me read it. İcazənizlə oxuyum o hissəni. 20 Romalara chapters, Romans 16, 16, 20-ci 20. bənd. The God of peace Sülh shall qaynağı soon olan crush Allah Satan şeytanı under your tezliklə feet. ayaqlarınızın altına əzəcək. Altında əzəcək. When will that Nə happen? vaxt baş verəcək? When Christ returns. Məsih yer üzünə qayıdanda. Until O then, vaxta qədər it can isə, happen now where the devil's yəni work indiki is under our zamanda feet. iblisin işləri yenə də ayaqlarımızın altında ola bilər. But it will really happen Amma bunun permanently real və sabit when şəkildə Christ baş returns. verməsi İsa Məsihin yer üzünə gəlişi dövrünə Now we see təsadüf not all edəcək. things under our Biz feet, indi hər but şeyin we see ayaqlarımız Jesus, altına Hebrews təslim 2, verse 9. olduğunu görməsək də biz
İbranilərə 2-ci fəsil 9-cu bənddə deyir ki, biz Məsihi görürük gözümüzün qabağında. Amen. Amin.